Bir dənə misal deyim sizə, günaha. Adam oturub bir ağacın budağında, o günah budur. Ağacın budağında oturub, mişarla oturduğu budağı kəsir. Bilə-bilə ki, oturduğu budağı kəsir. Allah da baxır, deyir, kəsmə. Kəsmə, yıxılacaq, günah eləmə budur. Mən necə misallar çəkim, ay Allah ki, özüm başa düşməyə bu sözü. Deyir, kəsmə, yıxılacaqsan, kəsirsən sən. Deyir, kəsirsən. Kəsirsən, budaq qırılır, gəlirsən yerə, yündür ağacdan düşürsən, bütün qabırğaların, qolun, bədənin, belin sınır hamısı. Ölümcül vəziyyətdəsən. Baxırsan, deyir, niyə kəsdin bəs? Deyirəm, kəsmə, niyə kəsdin? Sən də baxırsan, deyirsən ki, kəsdim də, nə olar sağalt da məni, həlak oluram sağalt. Deyir, yaxşı gəl sağaldım. Sümükləri ağrısız bitişdirir, gipsiz, ağrısız. Bir dənə sığal çəkməklə bitişdirir, deyir, get. Və tövbə budur, günah budur, günah eləmə budur.